5'te var. 5-ci sual. Demək 5-də. D. Son illərdə Azərbaycanda sənaye məhsulları istehsalının azalma səbəbi. Son illərdə Azərbaycanda sənaye məhsulları istehsalının azalma səbəbi bu Benim müəyyən qədər, hal-hazırda artır da yəqin bəli, ki. bu köhnə tipli sualdır. Ona görə bu suala müəyyən qədər baxmağa dəyməz əslində. Bəli. Məsələn, burada keçid dövrünün çətinlikləri, iqtisadi əlaqələrin zəifləməsi, sonra müharibə, işğal altında olmaq. Bu müəyyən qədər 90-cı illərin düşüncəsi ilə düşmüş sualdır. Ona görə bu suala baxmağa dəyməz. Bəli. 11. 11-ci sual. Yenə sənin horizontalda demək çətinliyin var. Deyir ki, kəsmə yüksəkliyi 20 metr olarsa, sxemdə verilmiş çökəkliyin dərinliyini tapın. Burada çökəklik, bilirsən, ən çökək hissəsi 10 metrdir, düzdür? Biz onun dərinliyini tapmaq üçün nəyi tapmalıyıq? Yəni, Daxili ən sonuncu olanı. kənar horizontalı tapmalıyıq da, düzdürmü? Kənar Bəli. horizontalı tapsaq, 10 ilə onun arasındakı fərqi tapacağıq. Məsələn, deyək ki, bax, belə bir təsəvvür eləmək lazımdır da bunu. Çökəkliyin ən aşağı hissəsində neçə yazılıb? 10. Biz bunun nə qədər dərin olduğunu tapmaq üçün gərək bunun yuxarısını da tapaq da, düzdürmü? Bunu tapaq. Ki, aradakı fərqi tapsaq, hündürlüyü tapa bilərik. Düzdür? Bəli, bəli. Aha. O zaman 80 gördüyün olur. kəsmə yüksəkliyi 20-dir. Deməli, bura 20-dirsə, onda bura neçə olacaq? 40, bura 80. 60, bura 80. 60'da. 80, onda 70 metr olacaq. Bəli. Sonra 12. 12-ci sual. Deyir, Azərbaycan aqroiqlim ehtiyatları ilə ildə 2 dəfə məhsul götürməyə imkan verən ərazilər. Demək, burada aqroiqlim ehtiyatları ildə 2 dəfə məhsul götürməyə imkan verirsə, aqroiqlim ehtiyatının əsas göstəricisi nə idi? Yəni, günəş Mənim istilik. dərəcə 10 dərəcədən yuxarı olmalı. Bəli. Əsas istilik orada önəmlidir. Yəni, su olmasa da belə suvarmaqla torpağı təmin etmək olar. Amma günəş olmadıqda torpağı süni günəşlə təmin eləmək olmur. Ona görə biz necə ərazilər seçəcəyik? Düzən. Düzən. Dağlarımız təbii ki, soyuq olur, buludlu olur, günəşin düşmə ucağı az olur. Ona görə ancaq düzən ərazilər seçəcəyik. D olar. Yəni, isti ərazilər. Y bəndi Y. mənim. Y bəndi, Y. Küraraz ovalı, Gəncə Qazax düzü, bir də Abşeron yarımadası, bəli. D dedin. D-də D-də Qarabağ vulkan yaylası yaylası var, olmaz. təbii ki. Bir də Ceyrançöl bizdə əkin əkməyə o qədər yararlı ərazi deyil Qobustandan. Çünki burada su yoxdur, normalda digər ərazilər kimi. Amma meyilli olduğuna görə suvarma da aparıla bilmir. Ərazi suvarıldıqda meyilli ərazilərdə torpağı yuyub aparır, məhsulu yuyub aparır. Yəni ərazi eroziyaya məruz qalır. Ona görə meyilli ərazilərdə su çatışmamazlığı olsa da belə oranı suvarmırlar. Suvaran ölkələr terraslaşdırıb suvarır. O Filippin kimi, Yaponiya kimi ölkələrdə. Yəni pillə şəklinə salırlar ki, su sürətli şəkildə axıb getməsin. Dağ yamacıdır məsələn, dağ yamacı deyə belə onu pilləkən şəklində bu formaya salırlar. Bu meyilli hissələrdə, hamarlanmış hissələrdə əkirlər məhsulu. İstəsən baxa bilərsən terraslara, internetdən də yazsan terraslar gələcək. Çay plantasiyaları, terras və yaxud çəltik terrasları. Sonra bu hissə aydındır yəqin ki. Bəli. Sonra 22 var. 22-ci sual. 22. Deyir ki, Kanada və Cənubi Afrika üçün fərqləndirici əlamət nədir? Əhali tənzimlənməsinin ikinci tipinə aiddirlər, yoxsa birinci tipinə? 1. Burada, Bir. baxın, burada deyirik, inkişaf etmiş ölkələr birinci tipdir. Amma köhnə dərslikdə var idi ki, Cənubi Afrika neçənci tipdir? İkinci tip. İkinci. Bu Güvən nəşriyyata da yaxın vaxtda düşmüşdü bu sual. Carı ikinci tipdə vermişdi. Amma sonradan dərslikdən onun ikinci tipə aid olduğunu çıxardılar, düzü. Demək, amma köhnə vəsaitə əsaslansa, bu sual köhnə sualdır deyə, demək, Kanada birinci tipdir. Car isə neçənci tipdir? İkinci. Düzdür? Bunların ortaq cəhəti deyil bu. Fərqləndirici cəhətidir. Sonra öz sənayelerini yerli xammalla tam təmin edirlər. Əsasən bu müəyyən qədər uyğundur. Almaz ixracatı hansına aiddir? Car. Cara aiddir. İnkişaf etmiş ölkələrdir hər ikisi.
eyni yarımkürədə yerləşir. Təbii ki, tam tərs yarımkürədədirlər. Demək, Car şimal şərqdə, üzr istəyirəm. Car cənub şərqdədir, cənub şərqdə. Kanada isə şimal hardadır? Qərbdədir. Onda burada fərqləndirici əsas cəhət kimi demək, inkişaf etmiş ölkə getdi. Eyni yarımkürədə olmaları demək 5, bir də burada inkişaf getdi. Ben İnkişaf 5'i niye planıyla- götürdüm? Necə? 5'i niye götürürük? Müəllim, burada Bu- cavab çıxıb. Bəlkə bir dəqiqə. hərəsində fərqli olanları götürün. Fərqləndirici cəhəti istəyirəm, mən də düz deyirsən. Eyni yarımkürədə yerləşir, tam tərs yarımkürədə yerləşir, fərqləndirici. Düzdür, təbii ki, oxşar cəhətləri deyil zaten 5. Niyə götürürük Evet. 5-i? Sözüm də bilmirəm. Və 5 deyil təbii ki. Burada demək əhali təzələnməsinin ikinci tipi Cara aiddir. Bir də Almaz Almaz. ehtiyatı yenə hara aiddir? Cara aiddir. Cənubi Afrika Respublikasına aiddir, bəli. 5-i götürmürük çünki eyni yarımkürədə deyil. Bu həm eyni yarımkürədə deyil, nə oxşar cəhətlər deyil bunların, düzdür? Nə də Bəli. oxşar cəhətlərini də soruşmur götürənməli, həm də eyni yarımkürədə olmaları yerləşirlər, eyni yarımkürədə yerləşirlər. Car da şimaldadır, Kanadadadır. Yox, Car cənubda və şərqdədir, Kanada şimal və qərbdə. Əks yarımkürələrdədirlər. Sonra Məndə qutardı. bunların əlaməti deyil də eyni yarımkürədə olması. Ona görə fərqli cəhət kimi götürməyib. Sonra qutardı. Bəli. Hı -hı. Demək, əsas burada Carın əlamətlərini vermişdilər. Aylin, səndə sual var? Fəridə. Bitti bende. Hı -hı. Yaxşı. Demək, digərinə də baxdıq. Yəqin ki, vaxt da tamamlanıb. Gələn dərs davamlı işləyərsə də bunun 2021-ci ilin A və B Tamam. variantlarını ikisində. 2021-in A variantı ikinci qrupa aid olanlar ancaq işləyin. Birinci qrupa aid olanlar suallar asandır. Deməli bunu 2021-in demək 2001-ini A variantı, bir də 2001-in B variantı. 60 dənə buradandır sual. Sonra xəritə və qlobus bölməsində yenə oradan da təklər işləyərsiniz. Sual sayı az olmalıdır orada. Sonra bir də yazacağıq Türk dünyasının fiziki coğrafi xüsusiyyətləri. Birinci bölməsini, gələndə siz isə inşallah ikinci bölməsini. Əslində burada özümüz də baxa bilərik. Bilməm yorulmusunuz yoxsa yox. Yəni birinə belə yüngül var baxa bilərik. 2001-in A variantı məsələn. Baxmaq istəyirsiniz yoxsa yekunlaşdıraq? Evdə işləyə bilərik. İşləyə bilərsiniz. Siz təbii. yorulmayın benim. Biraz düzdür elə bütün gün bu gün dərs keçmişəm. Özüm də görürəm ki, biraz yorulmuşam həqiqətən. Belə baxa bilərik amma yenə də dediyim kimi siz işləmək istəyirsinizsə ya içərisində sual varsa ona məsələn nəsə narahat edəcək bir sual Benim var. rahat eləyirik özümüz. Siz Aha. gedin dincəlin. Yaxşı, çox sağ olun, minnətdaram. Tamam. Gələndə Sağ olun. görüşürük inşallah. Sağ olun, təşəkkür. Sağ olun mənim. Gözəl. Xeyrə qarşı, sağ olun.